Hansı nümunələrdə tamamlıq cümlənin əvvəlində işlənsə, sualı da mütləq dəyişər. Qənaət etməyəni dünya malı da zəngin etməz. Burada tamamlığımız elə qənaət etməyəni cümlənin əvvəlindədir. Ona görə də burada bir cümlənin əvvəlində işlənsə, sualı mütləq dəyişər. Kimi sona cavab verir, həm də ki, cümlənin əvvəlində istifadə olunur. Buna görə biri çıxırıq. Köməyə ehtiyacınız olanda adam çağırın. Adamı çağırın. Adam burada tamamlıqdır, qeyri-müəyyən təsirli haldadır və nə sona cavab verir əslində. Amma biz onu cümlənin əvvəlinə keçirsək, olacaq kimi çağırın. Kimi sualına cavab verəcək. Qeyri-müəyyən təsirli halı xəbərin yanından uzaqlaşdırdıqda müəyyən təsirli hala çevrilir. Ona görə də biz ikini seçək. Yaşıllığın qədrini bilməyənlər ağac əkməzlər. Yenə də ağacı əkməzlər. Ağac burada nə sualına cavab verir, amma cümlənin əvvəlinə keçirsək, ağacı olacaq, sual da avtomatik dəyişəcək. Həkimin davranışı da xəstə sağaldar, yenə də eyni haldır, xəstəni sağaldar. Susmaq insanın eyblərini örtər. Burada insanın eybləri tamamlıqdır və əvvəl keçirsəkdə heç bir dəyişiklik olmayacaq. Cavabımız 2, 3, 4-dür.